Hamınıza salam dostlar. Ben Riyad. Uzun deyəndə ki, bir ay bir aradan sonra təzədən video çəkməyə davam edirəm. Nə üçün video atmırdım? Çünki dərslər mən 10-cu sinif olduğum üçün 11-ci sinifə də az qalıb. Bəli, hazırlıqlar falan gedirdim. Ona görə video gəlmirdi. Amma yay tətilində dayım oğlu ilə bir yerdə maraqlı VS-lər falan, klassik modda oynamaq falan qəşəng videolar gələcək yay tətilində inşallah. Bu gün sizə hesabımı tanıtacağım. Hardan başlayaq? Birinci Zrix'lərdən başlayaq. Zrix'im yoxdur. Zrix'im yoxdur. Sonra laboratuvardan nəyim var? Midilli var, Magic Force'da. Bu ikisi Magic Force. Midilli 3 seviye, M24 1 seviye, UMP 3 seviye, bu SLR 3 seviye, 1 seviye, bu Hunter, M16 3 seviye, bu nedir? MK47 1 seviye, bu pompalı 2 seviye ve bu savaş baltası 3 seviye, ölüm duyurusuna kadar açıldı. Bunlar hamısı bu ikisi bu RP, sadece bir tane bu ödül yolda qalan RP'di. Bir de Magic Force'dan alınmaz silah vardı. Adventure'dan başlayaq. Qəşəng setlərimiz var. Burada köpək balığı, dalğıç qəşəng, çox qəşəng setimiz var. Distopiyamız var. Çox qəşəngdir bu distopiya. Sonra burada suikastçı, amma biz buna ölüm katili elə bir şey deyil. Seri katil deyirdik də buna. Sonra RP setlərimiz var. Godzilla'larımız var. Çox qəşəng Godzilla'larımız var. Sonra neler var? RP bu çok qəşəngdir. Bunlar falan qəşəng geyinib oynamaq olar. Sonra burada başka yaxşı bir şeyler yoktu. Bir de bu çok qəşəngdir. Bunu da geyinib oynayıram arada. Kask olarak RP'dir. Sadece bu şeydi. Godzilla'dan gəlmə. Bu bilmirəm hardan gəlib. Yəqin bu klassikdən gəlib mənə. Bu premiumdan gəlib. Ha, qalan da RP'dir. Bir de bu ödül yolundan, ödül yolu deyirəm, şeydən vermişdim buna. Başarımdan vermişti. Ama bu da yaxşıdır. Bu mənə xoşuma gəlir. Papaq olaraq da RP buna tək atmışam. Bu S2 bunu şeydə tək atmışam. RP'nin sandığında buna tək atmışam. Burada sonra nə var? Godzilla'nın sası var. Biriktirib almışam. Bunu da biriktirib almışam. Burada qəşəng bu var. S3 tutarıcı var. Qəşəng bu da çox qəşəngdir. Yaxşıların göstərirəm. Bu məsələn bu da çox qəşəngdir. Mən bunu çox bəyənirəm. Volkur'un şapkası var. Başqa nə qaldı? Hə, Dragon Ball'un məsələn başı taxılmalı, nə başlıqda bu hə, başlığı var. Askı olaraq Trollface'in askısı var. Bu da çox qəşəngdir. Sonra bu var. Amma bu da yaxşı askı olaraq. Sonra papaqları göstərdim. Maska olarak en sevdiğim maska işgalci maskası, yani çok qəşəngdir bu. Sonra bu var. Sonra Dragon Ball'un saqqalı var. Bu maska var. Bu maska da çok qəşəngdir. Kombinlərdə çox yaraşır. Bu seti bir dəqiqə çıxardım. Bunu giyin. Aha. Buranda gösterdi. Bu da Magic Force'dan deyəsən almışdım bunu. Bilmirəm niyə almışdım, amma şey için almışdım deyəsən. Bu kombini almaq üçün. Kombinlərdə bu var. Sonra en yaxşılarını göstərim. Bunu bir dəqiqə çıxardım. Aha. En yaxşıları göstərirəm. Bu var. Bunun hardan gəldiyini bilməm, o çox qəşəngdir. Bu klassikdən gəlib. Bu da çox qəşəngdir. Sonra bu var. Bu çox qəşəngdir. Bu da çox qəşəngdir. Bu çox qəşəngdir. Bu da çox. Bu onsuz da mənim kombinim budur. Çox qəşəngdir. Bunu göstərdik. Qəşəng bu da çox. Volkur'un köynəyi var. Sonra bu nədir? Hə, bunlar da lazımsız elə belə şeylərdir. Sumka olarak Godzilla'nın sumkası. Bunlara bu ikisine tek atmışam. Bunun kalan da buna da tek atmışam bu arada. Ped olan sandıkta sumka set falan vardı. Buna ben tek attım. Sonra bunlar ise RP'den gelip ama Godzilla'nın sumkası bence daha yaxşıdır. Alt olarak bu çok qəşəngdir. Bu da qəşəngdir. Bu da qəşəngdir. Bu ikisi de çok qəşəngdir. Bu falan. Bu da qəşəngdir. Mesela ben bunu giyinirəm, bir de üstten bunu giyinirəm. Mənim kombinim belə olur. Sonra bu mesela bu. Bu yani çok adamda olmaz bu məncə. Şortik var, bu şortik var. Sonra bunlar da məncə hamıda olar bunlar. Sonra ayakkabı olarak en qəşəngləri budur. Bir de bu ikisi de çok qəşəngdir.
Gələk silahlarımıza. AKM'də yəqin bunlar sizdə vardır da, yəni bu ikisi var. Bu zaten gördünüz laboratuvarda. Bu qalanları var. M4'ümdə desen yoxdur. Buz diyarı olsa çox sevinərəm, amma desenim var ya, mən bunu sevmədiyim üçün bunu taxmıram. Ahokumuzda desen var, midillimiz var, MK'mız, sonra Hone Badger. Bu da ace'imiz. Kəşin nişancıları da Kar 98'deki Magic Force'daki Kar 98'i alacağım. O 2 pula olan onu alacağım. Onu biriktirip alacağım. AVM var, Win 94, Mosin, bir de AMR desenimiz var. Keskin nişancı tüfeklerde SKS'miz var, 3 tane minimiz var, 2 tane, SLR'imiz var, bir tane, kübümüz var, 4 tane. Hafif makineli UMP'miz var, Vektorumuz var, MP5'imiz var, bir de P90'ımız var. Bu çok güzel sen de RP'den gelip. Bu pompalardan bu var, ikili atar, sonra bu 5'len olan DBS'imiz var, bir de bu yükseltilebilirim var. Bir tane de sonuncuk olsaydı süper olardı bence. Makineleri de yoktu, tapancalar da bir tane budur. 2 tane burada var. Bence bu çok qəşəngdir bu arada. 2 tane de burada var. Sonra yakın dövüşlerde balta palamız var. 2 tane. Tavamız var. 3 tane. Oy. Hanserimiz var. 2 tane. Diğerlerinde ise desenimiz yoktu. Maşınlarımız çok değil. Bir tane UAZ desenimiz var. Buharlı yarışçı UAZ'ımız var. Motosikletimiz var. En pis motosikletli desenimiz var. Bakimiz de var. 2 tane, biri RP, biri klasik sandıqdan çıxma. Teknədə qəşəng bir desenimiz var. Bu çox qəşəng desendir. Hələliyinə deyəndə, yəni lobimizə UAZ deseni qoyaq, çünki yaxşı desenimiz yoxdur. Ha, bir də eskort uçağımız var. Emojilərimi çox sevirəm. Emojilər çox qəşəngdir bu arada mənim emojilər. Ölüm makinesi, distopya, X-Suite'den tek attığım emoji. Bunlar RP'di. Bu var. Bu da. Ben bunu yükseltilebilir emojimiz var. Dragon Ball'dan gəlmə emojimiz var. Mən hər RP emojisini bəyənmərəm, amma bu RP emojisini çox bəyəndim mən. Çox qəşəngdir. Çox qəşəngdir. Bu mənim çox xoşuma gəldi bu arada. Sürümümüz var. Godzilla emojimiz var. Sonra Vektor emojimiz var. Yani bunlar da hamıda olan şeylerdi. Pankartımız var. Paraşüt, en sevdiğim paraşüt budur. Ve ben bunu işletirim. Bu çok güzel paraşüttü. Bu nedir? Düşmə bu ilk suitdən çox 2 il bundan əvvəl mən buna tək atdım. Çox da qəşəngdir. Yəni hələ də məncə bu adama yəni belə düşmə şey lazımdır. Özdə bu çox adam da yoxdur. Baxın bu emoji, yəni çox əvvəldə, yəni 4 ilk suit. İlk suitdə yəni tez gələn şey deyildi. Yəni 5 ilk suit, 5 1 2 4 dənə əvvəldə, yəni də 5. Yəni 2 il bundan əvvəldə yəni bu. Yani fikirləşin, bu Hasan gelmişti. Bu da bundan sonra gelmişti yani. Yani çok əvvəldə, yəni 2 il falandı. Mən ona tək attım. Sonra nəyimiz var? Burada qəşəng uçaq desenlərimiz var. RP'dən, uçaq desenlər RP'dən gəlir. Burada qəşəng eskort uçağımız var. Qəşəng. Sonra burada eski modlardan qalma şeyler var. Godzilla bombamız var. Bir tane belə yükseltebilir bombamız var. Sis bombamız var beləsinə. Belə. Bu qəşəngdir, amma belə qəşəng flash bombamız var. Bu çox qəşəngdir. Bunlar çox qəşəngdir. Godzilla'nın bu çox qəşəng görsənir. Çox qəşəng görsənir. Godzilla'mızın molotovu var və yüksəltilə bir dənə də molotovumuz var. Bunları mən yəqin premiumdan falan gələndə çıxarmışam. Bu da həmçinin elə. Sonra nə qaldı? Bunlara baxaq. O nə qədər indim kupon. Oda kartım var. Bir günlük 6 dənə kodu. 7 günlük oda kartım 7 dənə var. WoW oda kartım 30 dənə bir günlük WoW oda kartım var. Bunları mən çox vaxt işlədirəm də, yəni arada işlədirəm oda kartı, yəni arada vs atıram. 60 dənə boy var. Sonra bu yoxdur, amma saç var. Bu saç var məndə. Bunun olmasını çox istəyirdim, amma bu var. Sonra nə qaldı? Nə qaldı baxaq. Bunlara da baxaq. Hə.
Burada ünvanlarımız var. Koleksiyoncu, üstün başarı, altından tava yetenekli koleksiyoncu, bir de as. Sonra burada qəşəng destansı göstəriş profilimiz var. Godzilla var, S3S4. Sonra bu qəşəngdir. Mən əvvəllər bunu işlədirdim. Əvvəlki videoda görə bilərsiniz ki, mən bunu işlədirdim. Çərçivələrimiz var, S4. Sonra burada etkinliklərdən gəlmələr. Bunlar var. Bir də bunlar var. Çox qəşəngdir. Başqa nə var? Çərçivəmiz var 2 dənə. Sonra bu nədir? Nədir bu? Oyuncu kartımız var. Bu sayılmır. 3 dənə var. Sonra bununla yoxdur. Lobiyə çağıranda, istəyatanda görsənir. Bunda 2, 3, 4, 5. Burada 6 dənə var. Bu ikisini çox sevirəm, amma bunu işlədirəm. Başqa nə qaldı? Bağlantılarda partnerim var, Niko Dayımoğlu'dur. Bu arada onunla da videolar gələcək. Naratomi yay tətilində qəşəng maraqlı VS-lər gələcək. Məni takip etməyi və demək yadımdan çıxdı. Bu videoya like atmayı və kanalıma takip etməyi unutmayın. Mən gələcəkdə daha yaxşı videolar, mən kompüter falan alım, daha maraqlı oyunlar falan çəkəcəm və üzümü falan açacağım. 100 abunə olanda facecamli videolara gələcək Naratomin. Tanıdacaq məncə başqa şey qalmadı. Ben kombinim qəşəng kombin eləyək. Qəşəng oldu, çox qəşəng oldu. Hə, başqa nə qaldı deyə əslində baxıram. Məncə başqa bir şey qalmadı da yəni. Hə? Yoldaşım yoxdur, amma karakterim də yoxdur. İnşallah onlar da olacaq. Məncə videoyu burada sona çatdıraq da məncə. Hə? Çünki başqa şey qalmadı da yəni. Burada ID'm də baxın, mən popularlığı falan açsa çox sevinərəm. Bu 200.000 olmasını istəyirəm bunun. 200.000 olsa çox qəşəng olar. 56 səviyyəyəm, bunu 60 səviyyə eləyəcəm. Videomuz bu qədər olsun dostlar. Məni izlədiyiniz üçün çox təşəkkür edirəm. Videoma like atmayı, kanalıma abunə olmayı yadınızdan çıxmasın. Görüşərik gələn videoda. Sağ olun, salamat qalın.